biz İmam Əli əleyhissalamın siyasi xəlifəliyi ilə onun imamlığını bir-birindən ayırmalıyıq. Yəni bəzən insanda yanlış təsəvvür yaranır ki, sanki mənim imamımın əlindən imamətini aldılar. Yox, bu belə deyil. Məşhur bir alim də demişdi ki, mənim etiqad elədiyim imamət nə Qədirxunda nəsb olunub, nə də Səqifədə qəsb olunub. Hərdən mən düşünürəm özümdə bir imtahan kimi. Deyirəm ki, Fərid, elə bir günən ki, sənin atovu öldürmüş bir kəslə sən salam necəsiz nətər deyə bilərsən. Ha bilsin ki, o adam haqdır. Yəni adam təsəvvür edəndə ki, elə bir yer yoxdur ki, İmam Əli əleyhissalam oradan can aparmasın. Yəni keçə bilmirdilər bunu ona. Yəni adam bu qədər tərs, inadkar, öz prinsiplərinin üzərində duran, nə qardaşına keçən, nə bir şey, yəni əqil də gəlsə, desə ki, mənə bir şey verginən, İmam Əli əleyhissalam o qədər yəni cəsarətlidir ki, qardaşının o dəmir parçasını qoydu, dedi əlvi qoyduğuna. O da əlini qoydu, ay qışqırdı. Deyir ki, bu dəmir əyləncə məqsədi ilə qızdırılmış dəmirə səsini çıxartırsan, bəs deyir ki, mən aləmlərin Rəbbinin əzabına necə? Yəni məni təhrik edirsən. Yəni adam düşünür ki, bu adamla dil tapmaq, yəni bu qədərmi çətindir? Gəlir xəlifə olur, məsələn, sən Allah biraz gücdən, biraz gələn kimi Muaviyə əzl edirsən xilafətdən. Amma nə olar? Adam deyir də, nə olar? Təlhədir, nəsə ver, Zübeyrdir, nəsə ver, Muaviyyədir, nəsə ver. Adam isə deyir ki, mən ölsəm Allaha nə cavab verirsən? Yəni bütün gəlmiş keçmiş siyasətçilərə deyilsə, adamı ən siyasətə bacarıqsız adam kimi təqdim edərlər ki, Əməvi məktəbinin adamları məhz bu günləri bunu deyirlər. Deyir, bax Muaviyyənin xilafəti zamanı. Nə boyda İslam qüdrət tapdı, güc tapdı, ölkələrdə əmin-amanlıq filan, bax Əlinin hakimiyyətinə. Kufə nə gündə? Kim kimə gəldi soxur, kim kimi malını gəldi qarət edir, kim kimi nə bilim. Yəni baxırsan ki, heç kəs itaət eləmir ona. Nəhcül Bəlağədə idi deyəsən, İmam Əli əleyhissalam deyir ki, Qureyş deyir ki, Əlinin deyir döyüşdən başı çıxmır. Deyir Allah onların deyir işini avand eləsin. Mənim başım döyüşdən çıxmır. Hamı bilir ki, mən deyir 10 neçə yaşında meydanlarda böyümüşəm. Heç kəs mənim şəxsi döyüş keyfiyyətimə bir şey deyə bilməz, amma sənə itaət olunmursa, yəni sən artıq heç bir şey edə bilməzsən. Həzrəti Peyğəmbər bilib ki, sonraki dövrdə nələr baş verəcək və bizi ilə kodla danışıb. O kodlardan biri də mənzilət hədisidir ki, bütün müsəlmanlar hamısı qəbul edir. Sənin mənə nisbətin Harunu Musaya olan nisbəti kimidir ki, bir şərtlə ki, məndən sonra Peyğəmbər olmayacaq. İndi mən gəlib Quranı açmalıyam, Harunla əlaqədar olan ayələri analiz edib sintez etməliyəm.